Bəli, az öncə sizə yeni köçən Ağdam sakinlərinin evini göstərdim. İndi isə bir neçə gün əvvəl buraya köçən Elbrus Hacıyevin evini sizə çəkəcəm. Gəlin görək, onlar burada özlərinə necə şərait qurublar. Bəli, hörmətli tamaşaçılar, bu günləri biz Ağdam şəhərinə yeni köç etmiş Elbrus Hacıyevin qonağıyıq. Xoş gördük. Baba, birinci sizi xoş gördük. Sağ ol. Xoş gəlmisiniz. Hoş geldin. Sen de hoş geldin. Necəsiz? Necədir burada ab-hava? Güzel. Yeni köçmüsünüz, nə hiss edirsiniz? Her an bir sevinirik, ürəyimiz açılır. Allah prezidentimizə dəyməsin. Amin inşallah. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə Allah sağdan qismət eləsin. Onların sayəsində bu gün buradayıq. Biz ona görə prezidentimizə, şəhidlərimizə borcluyuq. Veteranlarımıza borcluyuq. Çünki onların əməyi nəticəsində bu günlər rahat. Şükür Allah'a ki 30 illik həsrətə son qoyuldu. Bütün Ağdamlar yavaş-yavaş öz yurduna qayıdır. Mən Elbrus Hacıyevi illər öncədən tanıyıram. Demək olar ki, bir-birimizi illərdir görürük Quzanlı kəndində və Elbrus dayıya necə deyərlər, indiyənə qədər ev verilməmişdi, yəni evlə təmin olunmamışdı. Məhz onların birinci dövlət tərəfindən verilən evidir ki, hal-hazırda o da Ağdam şəhərinə nəsib oldu. Oradan da şükür Allaha ki, elə babanın da, sizin də həsrətinizə son qoyuldu ki, və burada 2 otaqlı evlər təmin olunmuşsunuz. Allah xoşbəxt yaşamağı nəsib eləsin. Sağ ol, olmayanlara can da sağlığı ilə necə deyim, burada oturmağı nəsib eləsin və elə oğlu da evləndirəsiniz. İnşallah gəlin gətirəsiniz. İnşallah, inşallah. Çox sağ olun. Sağ ol, hoş geldin. Sağ ol. Əyləş. Ağdamın ən yaxşı vaxtlarını mən yaşamışam, gəzmişəm, küçələri, bu zonanın hamısını. Şəhəri də, kəndi də, kəndləri də hamısını. Özüm də şəhər 5 nömrəli məktəbin tələbəsi olmuşam, oxuyub qutarmışam oranı. Və sonra instituta getmişik, institut qutarıb, yenə də öz rayonumuza gəlib işləmişik. Çox gözəl günlər vardı. Amma min şükür ki, o əcaib heyvanların dağıtdığı Ağdamı bugünkü gündə devlətimiz, hökumətimiz sağ olsun, Respublikamızın prezidenti sağ olsun, onun tərəfdarları da sağ olsun və ona kömək verənlər də sağ olsun və onu eşidənlər də sağ olsun ki, o Heydər Əliyev cənabın, Allah rəhmət eləsin ona, onun sözünü, əhdini yerinə yetirdi, o bir gözəl söz işlətmişdi. Ağdamsız Azərbaycan yoxdur, Qarabağ yoxdur. Bugünkü gündə Ağdam şəhərinin belə bərpası, belə gözəl binaların tikilməsi, bunun hamısı Heydər Əliyev siyasətidir, İlham siyasətidir. Azərbaycan devlətinin siyasətidir. Mən prezidentimizə və onun komandasına öz dərin minnətdarlığımı bildirirəm bir ağsaqqal kimi. Bugünkü gündə mənim evladıma ev verir. Odur ki, mən prezidentimizə və onun komandasına öz böyük təşəkkürümü bildirirəm. Rayon icra hakimiyyətinə, rayon rəhbərliyinə, Respublika rəhbərliyinə və eyni zamanda onların kollektivlərinin hamısına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox sağ olun. Bundan başqa, amma bugünkü günü bizə bəxş edən devlətimizin rəhbərliyi sahəsində şəhidlərimiz olub. Əlbəttə. Ordumuz olub. Ondan sonra qazilərimiz olub.
Allah rəhmət eləsin ölənlərin hamısına, şəhidlərimizin eləsin. hamısına və onların ailələrinə də mən başsağlığı verib deyirəm, möhkəm olun. Sizin belə gözəl şəhərlər yaradan xalqın uğrunda öz qanını, canını vermiş şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Onların ailələri başlarını dik tutsun. Qazilərimizə də Allah Taala can sağlığı versin. Öz xəstəlikləri tezliklə yox olsun, sağ olsunlar. Amin inşallah. Allah, bəli, doğrudan da düz deyirsiniz. Şəhidlərimiz, Allah onlara rəhmət eləsin. Amin. Elə onların valideynlərinin canı sağ olsun ki, elə Evlatlar cəngavər, bəli, düşmənin üzərinə yeriyə bilən o cəsarətli oğulları yetişdirməsəydilər, Bəli, bəli. biz bugün Ağdam şəhərində bax bu dəqiqə bu söhbəti apara bilməzdik. Bəli. Doğrudan da qazilərimiz, onlar da yaşayan bir əfsanədirlər. Yəni onların da Ağdam torpaqlarının alınmasında, ümumilikdə Qarabağ torpaqlarının alınmasında böyük bir şücaəti olubdur. Onlar da bizim hörmət etdiyimiz insanlardan biridir. Həqiqətən ki, Qarabağ döyüşlərində iştirak etdilər və şəhidlərlə çiyin-çiyinə bu torpaqların alınmasında əlindən gələni etdilər. Bəli. Mən buradan bütün şəhid analarını, şəhid atalarını üzlərindən, gözlərindən, alınlarından öpürəm. Həqiqətən də var olsunlar ki, belə övladlar yetişdirdilər və nəinki Ağdamlıların, bütün Qarabağlıların həsrətinə son qoyuldu. Bəli. Biz öz torpağımıza qayıtdıq. Qayıtmış. Rahat şəkildə deyə bilərik ki, Qarabağ Azərbaycan. Azərbaycan. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Məni indi yeni köçmüsünüz, yenə də məni öz evinizdə qonaq etdiniz, çay süfrəsi açdınız. Elə bir ağsaqqal kimi xalqımıza, millətimizə, Ağdamlarımıza öz ürək sözlərinizi bildirdiniz. Var olun, çox da gözəl çıxış elədiniz. Allah razı olsun. İnşallah ki, Allah Taala burada sizə nəvənizə toy eləməyi, gəlin gətirməyi nəsib eləsin. Sağ ol. Sizə də uzun ömür versin ki, bax bu gözəllikləri, bu Ağdamda yaradılan, indən belə də yaradılacaq şəraiti özünüz öz gözlərinizlə görəsiniz və həmişə fəxr edəsiniz ki, şükür bu günə ki, bir zamanlar yəni bura xarabalıqdan seçilmirdi. Özünüz bilirsiniz ki, Ağdamı Qafqazın Xerasiması adlandırırdılar. O da niyə? Çünki mənfur düşmənlərimiz buranı yerlə bir eləmişdilər. Bir dənə məscid qalmışdı. Yəni bütün hər şey yerlə bir olmuşdu. Amma indi bura gəldiyimiz zaman görürük ki, burada nə qədər yeni binalar tikilir. İndi o binalardan məhz bu evdə sizə nəsib oldu. İnşallah ki, elə bütün Ağdamlılar öz yurd yuvalarına qayıdarlar. Elə Elbrus Hacıyevin ailəsi kimi siz də öz ailənizi götürüb gəlib burada dövlətin verdiyi bu gözəl şəraitli evdə yaşayasınız və həyatınızı indən belə Ağdamda sürəsiniz inşallah. Amin. Allah köməyiniz olsun, var olun. Çox sağ olun. Gəlin sizi bir öpüm, ürəkdən. Çox sağ olun, var olun. Bəli, hörmətli tamaşaçılar, biz Show TV kanalı olaraq mən bloger Orxan Şirinli bu günləri Elbrus Hacıyevin evində qonaq olduq. Doğrudan da çox isti qarşılandım. İnşallah belə evlərdə qonaq olma videolarını tez-tez paylaşacağım. İndi gəlin görək növbəti kimin evində məhz mən bloger Orxan Şirinli qonaq olacağım. Hələlik bugünlük məhz Ağdamdan səs çatdıracağımız bu qədər. Özünüzdən müğayət olun, sağ olun, salamat qalın. Dövlət burada həm böyüklərə, həm də balacalara, az yaşlılara çox gözəl şərait yaradır. Məhz elə bu meydança da, bu mini futbol sahəsi də bunlardan biridir. Həqiqətən də Ağdam şəhərində gəlib yaşamağa dəyər. Haydi uşaqlar! Ой, смотри.